Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm hər biriniz yaxşısınız inşallah. Demək, bulku hazırlayıram. Bulkunu ilk öncə oparasını hazırladım. Opara üçün yarım stəkan südə, 1 xörək qaşığı un, 1 xörək qaşığı duruz, 1 çay qaşığı şəkər, beləcə bunları qarışdırıb qoydum bir kənara köpsün deyə. Sonra isə xəmirini yoğurdum. 7 stəkan unun içinə oparanı tökdüm. Daha sonra 1 stəkan şəkər, 2 ədəd yumurta. Yumurtanın birinin sarısını saxladım üzü üçün, bir də süd. Ümumilikdə məndə 1 stəkan yarım süd getdi. İndi sizdə baxar, əgər sütünüz az olarsa biraz su əlavə edərsiniz. Beləcə xəmir yoğurub qoydum bir kənara. Acıdı, özünə gəldi. Özünə gələndən sonra da belə kündələrə ayırıb, daha sonra yayıb, belə formada kəsiklər atıb, sonra isə cem qoydum. Cem ilə hazırladım. Bu cem mənə hədiyyə gəlmişdi. Çox sağ olsun, payı cənnətdən gəlsin. Həmin adamın heyva cemi idi, qozlu idi, çox gözəl dadlı idi. Özüm də cem hazırlayanam, ancaq heyva cemi eləməmişdim. Elə mənə pay vermişdilər bu cemi. Cemdən də bulku etdim. Bu bulkunu mən yol üçün etmişdim. Mingəçevirə getmişdik. Yəni bu 2 günün videosudur. İndi görəcəksiniz irəliləyən dəqiqələrdə bir hissəsi Mingəçevirdən, bir hissəsi Anamgildən. Mingəçevirdə biraz işlərimiz var idi. Biraz yox, yəni gün boyu səhər getmişdik. Yəni axşamacan işlərimiz var idi. O işlərimizi bitirdik. Dedim orada çay içməyə, evdə bir şirniyyat hazırlayım, götürüm. Qəşəng dadlı, yumuşaq bulkular olmuşdu. Bulkularım tam bişdikdən sonra dedim özümə qəşəng bir çay dəmliyim, ləzzətlə çaydan içim, ilk dadına özüm baxım. Biz çıxdıq yola. Allah bütün yola çıxanların hər nə arzu ilə, muradı ilə çıxırsa, Allah arzularına, niyyətlərinə çatdırsın. Bizdə müəyyən qədər işlərimiz var idi. Onların bir hissəsini bitirdik. Bizim rayonla Mingəçevirin arasında yarım saat yol olar. Yəni belə uşaqlar da yol boyu suallar verirlər. Nə qədər suallar verirlər. Suallar uşaqlarda en qədər. Amma mən də çalışdığım qədər uşaqların hər bir sualına cavab verirəm. Bilməsəm belə, bilmirəm sözünü deməmişəm onların yanında. Cavab vermişəm, yəni suallarını cavabsız qoymamışam. Heç xoşlamıram da. Hər nə sual veriblərsə bu günə qədər hamısını özüm cavablandırmışam. Mən xanımlarımızdan dəstək istəyirəm. Xanımlar, mənə dəstək olun, kanalıma abunə olun, videomu bəyənsəniz mənə böyük bir dəstək olmuş olarsınız. Günbəgün abunəçilərimiz artır. Çox sağ olun, var olun, dəyər verirsiniz, izləyirsiniz, fikirlərinizi bildirirsiniz. Məndən istədiklərinizi, yəni sizin rəylərinizin bəzilərini, yəni məndən istədiklərinin hər birinin şəklini çəkmişəm. Hər biri haqqında geniş məlumat verəcəm. Xanımın biri ailəm haqqında, özüm haqqında istəyir məlumat verəcəm, bir video çəkəcəm. Biri ev vloq istəyir, biri qızımın aksesuarlarını istədi, güzgünün qarşısında yəni nələr varsa onları istədi çəkiliş edim. Hər birini çəkəcəm. Yəni mən bu yola çıxmışamsa, təbii ki, sizlərin suallarınızın hamısını cavablandırmalıyam və nələri istəyirsinizsə, sizlərin istəyinizə uyğun, arzularınıza uyğun çəkilişlər etməliyəm və bunu da edəcəm inşallah. Xanımlar, siz də fikirlərinizi yazın, nələri səhv edirəm, nələri düz edirəm, hər birinizin fikirlərinizə hörmətlə yanaşıram, yəni rəylərdə fikirlərinizi gözləyirəm. Həm videonu bəyənin, həm abunə deyilsinizsə abunə olun, həm də fikirlərinizi yazın. Mən həyatda necəyəmsə, burada da yəni o cür davranıram, o cür danışıram. Bacım yoxdur, yəni istəyərdim mənə bacı olasınız. Elə sizlər də bacı kimi məsləhətləşək, bacı kimi danışaq, bacı kimi dərdləşək. Artıq Mingəçevirdəyik. Uşaqlar da dedilər biz biraz əylənək. Ona görə onlara da biraz zaman ayırdım. Biraz onlar da əyləndilər.
Mən uşaqların yanında uşaq kimi oluram. Sanki onların bir bacısıyam, bir dostlarıyam, bir rəfiqələriyəm. Bax, o cür onlardan rəftar edirəm. Artıq günorta saatları idi, uşaqlar da acmışdı. Dedik, yaxınlıqda bir market var idi, oradan uşaqlar üçün sosiska çörək aldıq. Yüngül beləcə bir yer düzəltdim, çaparaq tez. Dedim, uşaqlar bir tikə çörək yesinlər, çay içsinlər, uşaqlardan rahat olun. Əslində uşaqları aparmalı deyildik. Sadəcə olaraq belə planlaşdırdıq ki, yəni onlar da getsin. Burada növbəti gündür, artıq Mingəçevirə getdiyimiz günün səhəri günüdür. Bu gün də mamamgilə gedirik. Gülkə ilə Ömər hazırlıqda idi deyənə dedim, sən də hazırlıqdan çıxıb nənəngilə gələrsən. Mamamgilə köməyə gedirəm, həyətləri xəzər tökülüb, payız fəslidir. Hamı bilir ki, payızda xəzərlər çox tökülür, indi də karalyoklar yığılıbdır. Bizim rayonda da karalyok ağacları çox olur, karalyoklar yığılır. Yığıldıqdan sonra xəzərləri çox olur, ona görə mamama köməyə getdik ki, həyətini süpürək, təmizləyək. Bilmirəm xanımlar, mən eləyəm, yoxsa hər kəs elədir. Bu məscidlərin yanından keçəndə sanki ruhum dincəlir, sanki bir başqa aləmdə, yəni başqa mühitdə olursan. Bilmirəm, tam başqa bir mühitdə oluram. Yəni Allah günahlarımızı bağışlasın. Allah imanımızdan, Quranımızdan ayırmasın, öz yolundan ayırmasın. Mən Rəbbimə düşkün birisiyəm. Hər kəlməmdə, ağzımda Allah, Rəbbim, hər bir göndərdiyi hər bir nemətə şükür edən biriyəm. Burada qızım gül tapıbdı yoldan, mənə gətirdi. Yəni uşaqlar hər ikisi də elədi. Harda əllərinə gül keçsə, gətirirlər mənə. Mən də onu böyük bir dəyərləndirirəm, qiymətləndirirəm. Çox sağ olun. Bunu mənim üçün dərdiniz. Yaxşı, xoş sözlər deyirəm. Budur anamın həyəti. Allah bütün analara, atalara can sağlığı versin. Mənim valideynlərim də içində. Atamsız, anamsız təsəvvür edə bilmirəm bu həyatı. Anamla atam tək qalır, hər ikisi yaşlıdır deyənə. Çalışdığım qədər, bacardığım qədər köməklərinə çatıram. Bu da pişikləridir. Çox sevirəm pişikləri, biri də bizdədir. Bu mamamgilin pişiyidir. Allah bütün analara can sağlığı versin. Mənim də valideynlərim içində. Hər bu həyətə girəndə deyirəm, ya Rəbbim, anamsız, atamsız eləmə. Olacaq, bilirik ki, bu həyat ölümlü bir həyatdır. Amma deyirəm, gecindən olsun, ya Rəbbim. Hələ möhlət ver, zaman ver, yaşasınlar. Nə bilim, çox əziyyətlər çəkib mənim valideynlərim, çox zülümlər çəkib, bizim hər ikimizi oxutdurubdu valideynlərim. Allah qurban olum, çox şükür Allahın verdiyinə. Allah onları heç kimə möhtac eləməsin, möhtacsız, bərəkətli ömür nəsib etsin. Ya Rəbbim. Onlar mənim həyatda varlığımdır, gücümdür. Ay ata, ay ana, Allah sizə can sağlığı versin, uzun ömür versin. Canlarım mənim, yaxşı ki varsınız. Gözümün işığısınız. Döyünən ürəyimsiz, sizlər mənim. Mənim atam çox əziyyətlər çəkib. Biraz kövrəlirəm, yəni o anlara qaydanda mənim atam, anam çox əziyyətlər çəkiblər, çox zəhmətkeş valideynlər olub. Bu günümüzə şükür olsun ki, ayaq üstədilər, ayaq üstəyik. Çox şükür. Təmizlədik həyəti. Qəşəng beləcə, 2 uşaq, bir mən, Ömər də gəldi, hazırlıqdan çıxıb. Çalışdığım qədər, atam işdən gələnə qədər elədim, dedim gəlib kömək eləməsin bizə. Yəni gələn kimi dayanmayacaqdı, kömək edəcəkdi bizə. Ona görə dedim, o gələnə qədər anamı da qoymadım. Dedim, heç olmaya, o qədər işlərim olur ki, xanımlar, çata bilmirəm valideynlərimə də hər saatda. Amma belə vacib olan zamanlarda çalışdığım qədər qaçıram yanlarına. Bacardığım qədər köməyimi əsirgəmirəm. Kömək deyəndə yəni canımla, gücümlə belə kömək. Budur, təmizlədik gül kimi, çiçək kimi. Mənim övladlarım, Allah bütün övladları qorusun. Mənim həyat işlərimdə mənə kömək edirlər, dəstək olurlar.
Mən süpürürəm. Onlar biri zibili yığır, biri arabaya tökür, biri aparır zibilə atır. Bax beləcə kömək edirlər. Çox şükür. İndi burada da 2 uşaq, bir mən çalışdıq ki, biraz səliqəyə salaq həyəti. Hər həyətimizə girəndə deyirəm, ya Rəbbim, sən ömür ver anama, atama, sağlam can ömür ver, xeyirlisinlə yaşasınlar. İkisi qarılı, qocalı, Allah can sağlığı versin. Yaşdaşıblar deyənə artıq valla onlara kömək lazımdır, dəstək lazımdır. Kömək deyəndə yəni maddi cəhətdən nəzərə almıram, mənəvi cəhətdən dəstək kömək lazımdır. Çünki maddi cəhətdən təqaüd alır atam. Allah can sağlığı versin. Bundan sonra da uzun illər alsın. Mağazin biraz evlərindən kənardadır, aptek evlərindən kənardadır. Yəni bir anlıq belə düşünəndə ki, bir yerləri ağrısa, aptekə tez getməyə, gəlməyə belə düşünəndə belə yəni çox acı çəkirəm. Bu anamın çiçəkləridir. Anam gülü çiçəyi çox sevir. Hər zaman belə ətirli olsun analar. Sonda da anam yemək hazırlamışdı. Dedik, bir anam belə zövqlü, xoşlayandı. Bax, özü belə edib. Xoşlayandı belə bərbəzəyi, bəzəkli, düzəkli eləməyi, servis etməyi. Dedik, bir loxma çörək yeyək. Saat 4-də çıxdım anamgildən. Günün sonunda gəldik öz evimizə. Öz evimizdə də həyətimizi süpürdük. Günün sonunda da dedim belə yuxalarımız var idi. Evdə hazır yuxa. Dedik, 3 qulaq edək. 3 qulaq edib uşaqlardan yedik. Beləcə, siz də çox sağ olun. Təşəkkür edirəm izlədiyiniz üçün, var olun. Mənə dəstək olmağı unutmayın, xanımlar. Allah hər birinizdən razı olsun. Rəylərinizi gözləyirəm. Fikirlərinizi yazarsınız.